Güzel insanlar, bir daha salam, hər vaxtınız xeyir olsun. Getdik. 3 nöqtədən əvvəl, yəni boşluqdan əvvəl isim gəlib. İsim gəldiyi üçün would səhvdir. Bacı qızı, qardaş qızı deməkdir. İnsan olduğu üçün which səhvdir. Təkdə olduğu üçün də cəm xəbərimiz səhvdir. Yəni who nisi tək ismi əvəzlədiyinə görə who'nun xəbəri tək götürülür. Gələk bura. Articles, isim, məqalələr. İsim olduğuna görə would səhvdir. Cəmdə olduğuna görə cansızdaq which zəd, amma onun da xəbəri səhv, çünki cəmdədir. Has təkdədir. Bizə qalır D variantı. Neighbor qonşu deməkdir. Birincisi isimdir deyə would səhvdir. İkincisi insandır deyə which səhvdir. Üçüncüsü təkdir deyə cəm xəbər səhvdir. Bizə tək lazımdır. Tək xəbər cavabı A'dır. Something, nothing, anything, everything. Bax bu törəmə, bu 4 dənə. Somebody, everybody. Bunlar yox. Sadəcə bu thing olanlarda biz zət axtarırıq. Tək olduğuna görə xəbərdə təkdə veririk. Yəni cavab E'dir. Those olanda who axtarırdıq, ikisi arasında qalırıq. Those cəm olduğuna görə tək xəbər yox. Cəm xəbər seçirik, B variantı. Lawyer isim olduğuna görə would səhvdir, insan olduğuna görə which səhvdir, hüquqşünas deməkdir. Köməkçi fe'l mübtədan önünə keçmir dedik, ona görə qalır E. Bağlacüz mübtədadsa nə yaxşı? Cavab da olur E variantı. Görürsünüz nə sadədir. D zamandır. Venə odaklanacağım. Köməkçi fe'l mübtədan önünə keçməsin. Mübtəda plus xəbər axtaracaq. Qalır D variantı. People insandır. Lap yaxşı. Which deyil. People cəmdə olduğuna görə who'nun xəbəri tək olmasın. 2 ilə 4. B variantı hətta bu gələr düşər. Ki daha sadə formada düşər. Scientist, alim, insandır deyə which səhvdir, isimdir deyə would səhvdir, 1 ilə 4. D variantı. Novels, romanlar, isimli deyə would səhvdir, cəmdədir deyə tək xəbər səhvdir, köməkçi fe'l mübtədan önünə keçməsin, qalır C variantı. Suits, cəmdədir, isimli deyə would səhvdir, cəm olduğuna görə tək xəbərlər səhvdir. Köməkçi fe'l mübtədasının önünə keçməsin, qalır D variantı. Susan isimli deyə would səhvdir, insandır deyə which səhvdir. Susan təkdir deyə who'nun xəbəri təkə görə uzlaşmalıdır. Zətin xəbəri təkə görə uzlaşmalıdır. Tək xəbər yoxdur, qalır D. Who's da bilirsiniz ki, nə istəyir? İsim istəyir, düzdür. Something, nothing, anything, everything. Bu 4 dənə törəmədə zət axtarırdıq. Hətta burada boşluq da verə bilərəm. Köməkçi və mübtədan önünə keçmir. Zət olan variantı bir dənə D-dir. Bu qədər sadə. Zətin xəbərini versəydi əgər, atıram belə, onda da tək seçərdim. Burada zətdən sonra xəbər yoxdur. Demin ki, ay müəllim, bu niyə tək deyil? Çünki bu xəbərin mübtədası Z idi. Ona görə. Articles, isimdir, məqalələr. İsim olduğuna görə would səhvdir, cəmdə olduğuna görə has səhvdir, qalır 1-4. Bu cümlədir, bu isə participle-dur. Yazılmış məqalələr, hansı ki yazılıb. Nə isə 1-4, E variantı. Films eyni testdir. İsim olduğuna görə would səhvdir, cəmdə olduğuna görə tək xəbər səhvdir, qalır 1-4. Nümayiş olunmuş filmlər, hansı ki nümayiş olunub 1-3, A variantı. Book isim olduğuna görə would səhvdir. Köməkçi fe'l mübtədanın önünə keçməsin, 1-3. A variantı. İndi bax, essential nədir? Vergülsüz təyin budaq cümlələri. Vergülləri görürsünüz. Bunları çıxaq. Qalır 1-4. E variantı. Yola veriblər də konkret sizi. Vergülləri çıxaq. Qalır 2-4. Non-essential istəyir. Bu essentialdır. Sorry. Elə 1-3.
C variantı. 2 dənə vermişəm bundan. Всё, qutardı. Nə yaxşı. İndi gələk bura. 3 nöqtədən əvvəl isim, cisim, mesim falan filan gəlmədiyinə görə sağdakı cümləyə baxıram. Sağdakı cümlədə də want to know ilə Z və bağlayıcı variant olmur. 3'ləri çıxaq. Mübtəda plus xəbər axtarmalıyım. Xəbər mübtəda yox. Mübtəda plus xəbər. Yəni zaten söz sırası olaraq çoxunluq nədir? Road, sonra leads-dir. Deməli mən bunu axtarmalıyam da. Road yoldur, leads aparır. Bu yol aparır. Amma 2-də gətirib xəbəri aparırı keçib qabağa. Yəni səhvdir. 1-4 D variantı. Ha, burada da var. Nə yaxşı, yerlərini dəyişməmişim, olsun. Vergüllü hani essential istəyir. Burada vergül var. Burada vergül var. Bunlar non-essential'dır. 1-2 E variantı. İndi non-essential istəyir. Vergüllü və vergüllü. 1-4. Bu da oldu A variantı. Bu qədər sadə. Want-una, ask, wonder-na Z və boşluq, yəni bağlayıcı variantı olmur. Əla. Why-la for işlənmir. Həvəzə to-dan ayrılmır modal feil kimi. Köməkçi və mübtədanın önünə keçmir. Köməkçi və mübtədanın önünə keçmir. Qalır nə A. A da votun özü mübtədadır. Bu da xəbərdir. Nə maraqlandırır səni? Yine bura baxaq. Köməkçi və mübtədanın önünə keçib. Köməkçi və mübtədanın önünə keçib. Qalır 1-3 C variantı. Mübtəda, əgər hu ilə votun özü mübtədadsa birbaşa xəbər. Problem deyil. Köməkçi və keçib mübtədanın önünə. Xəbər keçib mübtədanın önünə. Yəni söz sırası olaraq next bas sonra arrived da bunu axtarmalıyıq. Bəli, C variantı düzdür. Köməkçi və keçib mübtədanın önünə. Səhvdir. Want-una, ask, wonder-la Z olmur. Bağlayıcı variantda səhvdir. Köməkçi və mübtədanın önünə keçmir. Nə bilim, when-lə bitmiş zaman olmur. Köməkçi və mübtədanın önünə keçmir. Qalır nə? C variantı. Bağlayıcı varsa, bağlayıcı mübtəda xəbər axtar. Bağlayıcı yoxsa yenə mübtəda xəbər axtar. Prosta want-una, ask, wonder-la bağlayıcı variant seçməyin. Bu qədər sadə. Ask-la Z olmur. Köməkçi və keçib mübtədanın önünə. Qalır nə? 1-4 A variantı. Köməkçi və keçib mübtədanın önünə. Köməkçi və keçib mübtədanın önünə. Qalır nə? 1-3 B variantı. Are you köməkçi və keçib mübtədanın önünə. Can we köməkçi və keçib mübtədanın önünə. Yəni modalla köməkçi feili. Will you does this bus. Hamısında köməkçi ya da modal keçib mübtədanın önünə. Bir dənə B-dən başqa. Variantda gördüyünüz cümlələrdə köməkçi feil və yaxud xəbər və yaxud modal mübtədasının önünə keçməsi. Məsələn, burada keçib. Səhvdir. Want-una, ask, wonder-la Z olmur. Qalır 1-3 E variantı. Want-una, ask, wonder-la bağlayıcı variant və Z olmur. Həm də is keçib qabağa görürsünüz. Burada da keçib qabağa görürsünüz. Burada da keçib qabağa. Qalır D variantı. Keçib, keçməyib. E variantı. Məsələn, belə düşər. Suggest-lə də düşə bilər, məsələn. ING və yaxud göstərdiyim şəkil. Təbii videoda göstərmişdim. Nəsə, ora gələrik. Həm when-lə bitmiş zaman işlənib, həm də have köməkçi və keçib mübtədanın önünə. 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 Qalır zaten bir dənə variant. Yəni when var. When-lə bitmiş zaman birsiz olmur. Həm də köməkçi və keçib mübtədanın önünə. Köməkçi və keçib mübtədanın önünə. Qalır D variantı. Why ilə for olmur. Həm də has keçib mübtədanın önünə. Yəni köməkçi və. Köməkçi və keçib mübtədanın önünə. Why ilə for işlənmir. B də mübtəda üçüncü şəxsin təki olanda indiki zamanda feil S qəbul edir. Eləmədiyinə görə səhvdir B, qalır E variantı. Bu da what time var. What time ilə bitmiş zaman səhvdir. Köməkçi feil keçib mübtədasının önünə. Xəbər keçib mübtədanın önünə. Nə qalır? C variantı. Əraif çatmadır. Və bu şəkildə düşər. Nezəti verərlər, verməzlər, özləri bilir. Bağlayıcıdır, ki deməkdir, düşə də bilər, ola da bilər. Suggest-dən sonra direkt feil gələndə ING, cümlə gələndə ya should-la verirlər, tamam mı? Ya da sadə feillə verəcəklər. Yəni 1, 2, 5. Bunu bir köşəyə qeyd edin, 11-ci siniflər düşmə ehtimalı gözləyirəm harca bir 80-90%. Suggest-dən sonra heç vaxt obyekt
Nə ing gəlmir, nə to gəlmir, nə də sadə feil gəlmir. Sadə feil ancaq bu şəkildə mübtəda plus xəbər şəklində ola bilər. Bu şəkildə. Məsələn, he suggested me go. Səhvdir. Going, səhvdir. To go, səhvdir. He suggested going, düzdür. I go, düzdür. I should go, düzdür. Recommend'də də eyni vəziyyətdir. Bunun bir analog, yəni bir variantı salırlar, birini digərinə salırlar. Mən gözləyirəm, elə eləyərlər. Recommend'dən sonra direkt feil ing. Cümlə gəlirsə I should feil ya da I sadə feil. Yəni burada da 1, 2, 5 oldu B variantı. Amma obyekt ing, obyekt sadə feil deyə bir şey yoxdur. Amma recommend'dən sonra bu var. He recommended me to go. Bu var. Bu var. Bu düşməz, bu şəkildə düşər. B variantı. Suggest'dən sonra direkt feil gəlirsə ing. Suggest'dən sonra cümlə gəlirsə sadə feil ya da should'dan. Suggest'dən sonra direkt feil ing qəbul edilir, yoxdur. Ing qəbul edilir, yoxdur. 1, 2 A variantı. Belə də düşə bilər. Belə də düşə bilər. Suggest'dən sonra direkt feil gələndə ing qəbul edilir. Suggest'dən sonra obyekt heç vaxt feil ing to olmur. Suggest'dən sonra orijinal ingilis dilində C variantı düzdür. Çünki bura keçmişdəsə bunu keçmişdə verə bilər. Orijinal. Amma dim bunu hələ ki belə götürür. Okay? Yəni qol şəkil. Ona görə C-ni burada hələ ki səhv götürür. Yoxsa orijinal ingilisinə gəlsək düz olardı. Tell. Tell-dan sonra heç vaxt nə dedik? To sözünü gəlmir. Tell me olur. Say to me olur. Ask me olur. Said that olar. Said he, tamam. Said that deməkdir. Yəni bu tərəfdə mən bir səhv görmədim. Gəl baxaq. Bura keçmiş, bura indi. Bura keçmiş, bura indi. Bura keçmiş, bura indi. C arasına qalır. Ask, want-la, wonder-la zət işlənmir. Qalır E. Bu da zət bağlayıcı düşüb. He said that, John said that. John dedi ki, he had finished his work. İşini bitirib. John dedi, işini bitirib. Yəni zət Azərbaycanda ki deməkdir. Azərbaycanda ki düşdüyü kimi ingilislərdə də düşür. Said that dedi ki, said to me that mənə dedi ki, told that, tell-dan sonra heç vaxt zət gəlmir. Bu variantı çıxaq. Okeydir, okeydir. Keçmiş zamanda gələcək olmaz. Keçmiş zamanda gələcək olmaz. Qalıram A ilə D arasında. Görək hansı variant düzdür. She said that she would call me tomorrow. She said that she would call me the next day. İndi burada məsələ nədir? Keçmişdə durub gələcəkdən, sabahdan danışır. Will would-a çeviririk. Tomorrow da the next day-ə çeviririk. Yəni bu direkt indirekt söhbətidir. Direkt indirekt əslində yəni oradan qaynaqlanır. Əslində bu kompletdə sentence həmişə oradan qaynaqlanır. Sadəcə imini bu tomorrow-un ora next day-ə çevrilməsi oradan gəlir. O da imtahana düşərmi? Düşməz. Amma yenə buradan bilin ki, the next day nə deməkdir? Keçmişdə tomorrow deməkdir. Yesterday də the day before deməkdir. Okay, gəl yoxlayaq. Birinci ask-la zət olmur. Buna çıxdıq. Keçmişdə indiki zaman olmur. Buna çıxdıq. Said to me olur. Buna da çıxdıq. Tell-dən də sonra zət gəlmir. Buna da çıxdıq. Qaldı D variantı. İndi bura bax. Ask-la yenə zət olmur. Wonder-la zət olmur. Tell-dən sonra zət olmur. Tell-dən direkt sonra zət olmur. Məsələn, ask, wonder-dan sonra me, him, her falan verib zət yenə də səhvdir. Amma tell-dən ümumiyyətlə direkt sonra gələndə səhvdir. Ask dedik obyekt mütləq to verməliyik. Okay? Ancaq qalır burada da D variantı. Suggest-dən sonra direkt feil verəndə ing olmalıdır. Və yaxud oradadan sonra direkt feil verəndə to olmalı. Bunu to istəyən, istəməyən, sizin mürəkkəb tanlıq deyirsiniz, birinci, ikinci, üçüncü qrup feillərdir falan. Neysə, o mövzuyu təkrar girəndə görəcəksiniz. Recommend-dən sonra feil gələndə ing qəbul edir. Suggest-də belə bir şey də var idi. Cümlə verəndə sadə feil, cümlə verəndə should-la feil seçə bilirik. 2, 4, 5 D variantı.
Askdan sonra feil gəlində to qəbul eləyir. Beni yadda saxlaram. Suggestdən sonra heç bir obyekt, feil ya feil ing ya to elə bir şey olmur, ancaq cümlə gələ bilər. Order'dan sonra obyekt, sonra to vermək lazımdır. Ask'dan da sonra feil gəlində to vermək lazımdır ki, bunu siz öyrənmişsiniz, o mürəkkəb tamamlıq falan filan neysə. Oradan da yadınızda qalıb. Hər neysə cavab qalır B variantı. Belə arkadaşlar. Yəni yeni dediyim şey budur. Bu şəkildə düşə bilər. Ya da bax bu 36-37 tipində düşə bilər. Hələlik özünüzdən müğayət olun. Dərsdə görüşərik.